Salam dəyərli izləyicilər. Bir neçə gün əvvəl bilirsiniz, sosial şəbəkələrdə paylaşdı. Tolik başından böyük qələt eləmişdi. Bağışlanmayan bir səhv, günah işlətdi. Həbsxanada olanların, bütün həbsxanada olanların ailə üzvlərini, evdəkilərini təhqir etdi, küçə söyüşü ilə. Mənə cavab ver. Azərbaycanda İlham Əliyeva alternativ prezident namizədi birinin adındır. Türmədən bir iki tane traktör tapmalı var. Kim? Soxub o türmədəklərin evdəkilərin ağzına mı? Bilirsiniz ki, Azərbaycan həbsxanasında 20 minə yaxın təxminən insan var, məhkum var, məhbus var və onun da götürəndə hərəsinin 5-6-10 ailə üzvü olanda, yaxın olanda bir 100 min, 200 min təxminən civarında insanı təhqir etdi. Amma hakimiyyət qurumları, Daxili İşlər Nazirliyi, prokurorluğu falan, digər orqanlar buna məhəl qoymadı, reaksiya vermədi. Təbii ki, orada İlham Əliyevi diktatoru təriflədi. Onun qarşısına çıxa bilən bir alternativ prezident yoxdur dediyi üçün artıq bu hakimiyyətə sərf etdi və təbii ki, onu qoruyacaq, qorumağa çalışdı. Amma kim ki məmurları tənqid edir, faktlarla tənqid edir, öz haqqını tələb edəndə, hansısa məmur haqqında bir fikir deyəndə onu verirlər məhkəməyə və mənim özümdə də olmuşdu. 3-4 icra başçısı məhkəməyə verdi ki, güya Əfqanın şərəf və ləyaqətini təhqir edib. O da hakimiyyətin öyrətdiyi bir addım idi, tapşırılmışdı. Aqil Nəzərli, Laçın rayon icra başçısı, sonra Göygöl rayon icra başçısı, Masalın icra başçısı Rafil Hüseynov və Göygöldə Arif Seyidov, digərlər. Yəni belə çıxır ki, icra başçısını faktla və yaxud da ki, məmuru faktla tənqid edəndə onun şərəf və ləyaqəti üstündür. 10 minlərlə, 100 minlərlə insanın ailə üzvlərinin təhqir olunması, açıq-aşkar söyüşlə təhqir olunması bu artıq şərəf ləyaqət deyil. Yəni xalqın şərəf ləyaqəti yoxdur, belə çıxır hakimiyyətin gözündə və bir məmurun şərəf ləyaqəti daha çox qorunur. İlham Əliyev onun hakimiyyəti, quldur hakimiyyəti xalqın şərəf, ləyaqəti, namusunu saymır. Mən də onun üçün buradan, həm də məndə bir xüsusiyyət var. Adətən bir qalmaqallı söhbət olanda 1-2 gün gözləyirəm, görüm bu situasiya hara gedir, çıxır, kim necə reaksiya verəcək, hakimiyyətdən bir namus, şərəf, vicdan, qeyrət, tərpəniş olacaqmı filan. Mən indi buradan deyirəm ki, Tolik xalqı, vətəndaşları təhqir etmədi. Tolik o söyüşü İlham Əliyevə söydü, Vilayət Eyvazova söydü, Əli Nağıyevə söydü, Kamran Əliyevə və digərlərinə söydü. O söyüş İlham Əliyevə və onun ətrafındakı canavar, ətrafındakı quldur məmurlara, dediyim kimi, güc struktur rəhbərlərinə getdi və onlara aiddir. Məhkəmələr də var orada, Ədliyyə Nazirliyi də var, nazir də var, dediyim kimi, DT Xərəsi Əli Nağıyev də, Vilayət Eyvazov, Kamran Əliyev, İlham Əliyev. Tolikin söyüşləri bunlara getdi. O söyüşlər bunların ailəsinə aiddir. Yox, Əfqan ailə toxunur filan deyə bilirlərsə, özləri bilirlər. Tolik Azərbaycanın 100 min, milyona yaxın ailə üzvlərini, insanların, günahsız insanların şərəfini, ləyaqətini, namusunu dil uzadırsa, söyürsə və ona güc strukturu və hakimiyyət bir reaksiya vermirsə, demək onu qoruyursa, o söyüşlər İlham Əliyevə, Əli Nağıyevə, Vilayət Eyvazova, Kamran Əliyev və bu Ədliyyə Nazirinə və onların ailələrinə aiddir və məxsusdur. O onlara peçatlandı, halal xoşlar olsun. İnsanları təhqir edəni qoruyursunuz. Şərəfsiz, namussuz Əli Nağıyev, İlham Əliyev, Vilayət Eyvazov, Kamran Əliyev. Siz namussuz, şərəfsiz qoruyursunuz. Haqqını tələb edən, məmuru tənqid edəni şərəf ləyaqətini alçaltmış kimi deyib məhkəmə verirsiniz, məhkəmələr də onu icraata götürür və filan. Tolikin söydüyü söyüşlər İlham Əliyev və onun komandasına aiddir, onu ailə üzvlərinə getsin. Bitdi, bu qədər. Sağ olun.